Bakıda elektronika mağazalarında ən yaxşı qulaqçığı axtarırsan, amma nə alacağını bilmirsən, onda bizə yaxın əyləş. Bu videoda ölkədə ala biləcəyiniz 3 modeli göstərirəm. Ucuz, orta və bahalı, öz segmentinin kralları. Ucuz segmentdə sizə Redmi Buds 5 Pro-nu tövsiyə edirəm. Cihaz cəmi 130 manata Hi-Res audio dəstəyi və 52 desibelə qədər güclü Active Noise göstəricilərinə malikdir. Bu cihaz səs keyfiyyətində bahalı qulaqçıqlara meydan oxuyur. 38 saata qədər bateriya, sadə dizayna malikdir. Bu qiymətə, bu keyfiyyəti yalnız bu modeldə taparsan. Orta segmentin kralı JBL Live Pro 2 ilə tanış olun. 330 manata JBL-in klassik bası, 6 mikrofonlu Active Noise və 40 saat bateriya. Səsi dolğun, dizaynı zərif, keyfiyyəti də sənə premium hiss etdirir. Əgər musiqi sənin üçün enerji deməkdirsə, bu kral sənin üçündür. Bas var, ritim var, JBL var. Daha nə olsun? Bahalı büdcədə kral Apple AirPods Pro 2-dir. 650 manata səssizliyin zirvəsi. Adaptive Transparency, H2 chip və Special Audio ilə sanki səhnənin ortasındasan. Bu siyahı və qiymətlər Azərbaycandakı modellər nəzərə alınaraq hazırlanıbdır. Yerli elektronika mağazalarından bu qulaqçıqları tapa bilərsən. Dünya səviyyəsindəki ən yaxşı qulaqlıqları da görmək istəyirsənsə, videonu bəyənməyi, rəylərdə qulaqlıq yazmağı və səhifəni izləməyi unutma.